Hamınıza salam aleykum dostlar. Nətər sümlə edirəm, yaxşısınız. Bugün gördüyünüz kimi qabağınıza old hesabımla qarşınızdayıq. Da yenə həmişə kimi bu hesabda videolarımız gələcək də. Bu hesabdayıq nəyə görə? O qaqaşla biz siz nələr oldu yaşadıq zat. Yəni indi sizə deyəcəm. Bax elə bir ki o qaqaşın YouTube səhifəsində FF kabus deyəcəm bilərsiniz də. Yəni bilənlər bilər, bilməyənlər də bilməz deyəcəm. Nə bilim də indi. Bax indi mənim peyacıq sinif yoldaşım hesabıydı. Sinif yoldaşım da bu hesabı verdi mənə. Bu hesab 49 səviyyəsinə baxın, mələk şeyi var, buzu var, başqa 75 dənə paltar var. 49 səviyyəli hesabın içində 75 dənə paltar olması dəhşət çox sayılır da, yəni məncə çox sayılır. Həqiqətən çox sayılır. Qaqaş deyir ki, mən sənin o peyacıq hesabını çox xoşladım. Ki, Ghostla Bartelya onu deyirəm ki, mən Ghostda da az girirəm. Deyir ki də, deyir ki, özü sən hansı hesabını Bartelləmək istəyirsən. Mən də deyirəm, ay elə bu Ghostla eləyək Bartel. Qaqaş deyir ki, onsuz da mən də qaqa Ghostu verim zar, yəni peyasa daha çox sevdim. Mən dedim, yaxşı. İndi sizə o arada mesajlar göstərəcəm. Mən dedim ki ona, bu hesabın Gmailini bir dənə göstərəcəm. Həqiqətən silibsən yoxsa yox. Qaqaş sonra videoda göstərdi ki, silib baxın, yəni göstərənmədim o videonu çünki həmin o videoda Gmailim var da, bu hesabın Gmaili var. Amma qaqaş videoda göstərmişdi. Dəyişibdi. Yox, yəni hesabı öz Gmailindən silibdi. Özə getdim hesabın Gmailin parolunu elə çətin bir şey qoydum. Orada yazılı imkansız. Çox çətin şeydir də. Onu tapmaq qaqaşın imkansız kimi bir şeydir də. Yəni qaqaş bu videoya baxa bilər. Yəni qaqa demək istəyirəm ki, yəni çətindir səni tapman, çox imkansız kimi bir şeydir. Hələ o qaqaşı Gmaildən də atdım. Yəni qaqaş da məni ona verdim bu peyacıq hesabının Gmailindən atdı. Yəni mən bu peyacıq hesabına bax elə belə girməyə çalışdım. Test elədik də, girmək olmur deyək, oturmaz gərək. O da ki, elə bir elədi də, məni atdı. Mən də onu atdım deyə, qaqaş mənə deyir ki, bax qaqa, oturmasmaq lazımdır. Sənin hesabını çıxdım. Deyir ki, özü oturumunu geri açmaq üçün sənin şifrəni bilməm lazımdır. Mən də ona şifrəmi deməmişəm də, çünki şifrəmi niyə deyim? Şifrəmi dəyişib çətin şey qoydum. Yəni qısaca da bu hesabdayım, qaqaş da mənim şifrəmi tapması imkansız kimi bir şeydir də, yəni. Çox çətindir. Yəni bu hesabda yaxud təzədən şifrəmi də bilmir. Nəysə dostlar, bugünkü videoda bu hesabımızı tanıtacağım. Old hesabımı tanıtmışdım. Amma 1-2 həftədən sonra. Yəni belə də dostlar, hesabımızı gəlin tanıtaq. Yəni axır hesabımıza geri döndük. O da elə ona verdim, o hesabda oynayır. Yəni o qaqaş da. Paltarın hər şey alınıb bitəcək dənə şeyindən başqa, ayaqqabısından başqa, ayaqqabı da çox lazımdır. Neysə, gəlin keçək göstərək. Bunlar hamısını sıfırlayayım bir. Hesabım olduğu kiri durur. Qaqaş yeni şeyler almayıb. Bir dənə bu paltarı yeni alıbdı. Amma yenə də yaxşıdır, yenə də paltar da pis deyil. Neysə, gəlin göstərim. Başlayaq. Bunlar belədir. Bunların hamısını əziyyətlə o vaxt almışdım. Bunu da elə özüm aldım bugün. Öz hesabımda aldım da. Bunlar belədir. Bu belədir. Mesela daimi bayı başlıq nə qala. Keçək bunlara. Gözlərə gələk. Bu gözlər hələ də durur. Əsas da baxın bu. Keçək paltara. Paltarların çoxu elmaslı deyə. Çoxunu elmasla almışam. Belə tez keçək buraları belə. Yordu mən belə eləmək. Tez keçək. Nə eləyək, paltar. Mesela bir dakika olsa neler yaxında qurarıq kommentarlarımıza. Tez belə keçək.
Yəni mən bu şalvar nasıl pulsuzdur. İndi keçək ayaqqabılara. Yəni buranı belə edeyim. Yəqin bu ayaqqabıların çoxunu bilirsiniz. Nəysə. İfadə 19. Qardaş yenə ifadə almayıb. Hamısı olduğu kimi durur. Qardaş bir həftəlik verir oynadı hesabda. Mən də onun hesabında Azəlidə bir həftə durdum. Çoxlu şey aldım. O almayıb mənim hesabımda. Bilmirəm niyə alamayıb. Nəysə. İfadən çoxunu yəqin bilirsiniz. Evet dostlar. Kahraman. Usta. Ustanı mən niyə kuşanmamışam bu kimi? Peki hansını dəyişim mən? Bunun yerinə ustana qoyacağım təbii ki də. Bir dəqiqə ya, bu nədir? Salamın yerinə də bunu qoyacağım. Bunlar da belədir. Bizdən bu var buradan. Bunlar nədir? Bunlar belə dostlar. Bu da zordur amma bu. Bunlarda mən bunu kuşanıram. Bu daha xoşuma çox gəlir. Bunlarda paraşütlərdə bu. Bunlarda bu xizəkdən bu yox bu. Bu belədir. Araslar belədir. Bunlar belədir. Profillər belədir. Profil çox da lazım deyil. Bunlar belədir. Bir dəqiqəyə. Oh man, Eureka! Time to invent. Karakterlər belədir. Karakter çox düşürəm. Neyse can silahlara seçək. Öyle silahımız yoxdur. Bu MP belədir, MP5 belədir. Bunların belə ustalığa çatmasına da baxırıq. Bu Deagle da bunu da alsam çox yaxşı olar. Nədir bunun adı? Mamba Alevi Deagle. Bu indirilsin. Bunlar da belədir. Ən çox zəif oynadım. Ən oynamadım silah budur. Bunu heç oynayamamışam. Bunlarla yine de biraz olsun oynamışım. Neyse. Öyle dedik. Gene silah da 132 silah qardaş. Yeni silah olarak bizden bunu aldı. Qalan her şey özümün üçüləriydi. O azlı lider hesabında da dostlar sinif yoldaşım oynuyor. Yani haberiniz olsun. Qardaş da piyazıqda oynuyor. Nasıl kuşanamaya bunlardan? Bu da yaxşıdır bu da. Bunu kuşanacam elədik. Əsasacam bir dənə kombin quraq. Deməli. Sasabını qoyaq. Maska zarafat edirəm. Tərcih spini elə qoymayacam. Peki bunu belləsəm, sasıca belləsəm. Poh kimi oldu. Buna bu yaraşır. Gözü belə parıldayır. Bu belə. Bunu belə. Bunu da bunu qoyam. Arada bu kartı da bomba kimi oldu. Neyse dostlar, bugünkü video ilə bu qədər idi. Həmişəki kimi də videolarımız elə həmişəki kimi, əvvəlki kimi bu hesabda gələcək. Demişim gələn dəfəki videoda bunları belə nətər olur onu göstərəcəyim. Yəni bu belədir, buranı belədir. Məsələn 100 abunə olduq, 100 abunə hətta keçdik. Yəni buna görə hamınızdan minnətdaram, çox sağ olun. Neyse dostlar, bugünkü videomuz bura qədər idi. Sağ olun, sonraki videolarda görüşənədək.